Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu ilə başladı. Salam mənim əzizlərim, xoş gördük. Hər bazar günü olduğu kimi yenə də Şəfalı Həyat sizinlədir. Bugün də maraqlı mövzularımız olacaq və sözün əsl mənasında işlərində uğur qazanmış insanlar bugün öz faydalı məsləhətlərindən, öz təcrübələrindən sizinlə paylaşacaq. Odur ki, diqqətiniz bizi ilə olsun. Bugün çox aktual bir mövzuya toxunacaq və təbii ki, əgər biz bugün buradayıq, mənim faydalı məsləhətlərim, gözəl musiqilər, gözəl qonaqlar sizinlə olacaq. Elə istəyirəm, vaxtımızı itirmədən qonağımızı təqdim edim. Bugün studiyamızın qonağı dəfələrlə, illər öncə də bizim Şəfalı Həyat verilişimizin qonağı olan və hər zaman mənə zəng edirdilər, yazırdılar ki, Şafa xanım, haradadır bizim qonağımız? Bugün studiyamızın qonağı psixologiya üzrə fəlsəfə doktoru Şəfiqə xanım Rzayeva bugün studiyamızın qonağıdır. Buyurun Şəfiqə xanım, xoş gəlmişsiniz. Necəsiz? Xoş gördük əzizim, necəsiz? İllərcə biz artıq sizinlə bərabərik və hər zaman mənə yazırlar ki, Şəfiqə xanım hardadır, Şəfiqə xanım hardadır və indi Şəfiqə xanım deyəcək ki, hardaydı və bugün də Şəfiqə xanımla maraqlı bir mövzuya toxunacağıq. Çünki hər zaman siz gələndə belə əli dolu gəlirsiniz və sizin verilişdən sonra o qədər bizə zənglər, o qədər SMS-lər gəlir ki, Şəfiqə xanım yenə də dəvət edin veriliş bizə. Təşəkkür edirəm gəldiyinizə görə, buyurun əyləşin. Elə istəyirəm növbəti qonaqlarımızı təqdim edin və sonra isə keçək bizim müzakirələrimizə. Bugün studiyamızın qonağı gördünüz ki, Şəfiqə xanım Rzayevadır, psixoloqumuz və əgər psixoloq varsa burada deməli pediatr da, uşaq həkimi də olmalıdır. Çünki uşaqlar bizim gələcəyimizdir. Bugün studiyamızın qonağı Azərbaycanda tanınmış pediatr, neonatoloq, reanimatoloq, özdə şöbə müdürü olan Mirzəyeva Tayzibə xanım bugün studiyamızın qonağıdır. Nəzərinizə çatdırım ki, Tayzibə xanım mənim tələbə yoldaşımdır. Biz illərdir onunla bərabər çalışmışıq, bərabər oxumuşuq və bugün də öz faydalı məsləhətlərindən bugün bizimlədir. Odur ki, əziz analar, əziz valideynlər, diqqətiniz bizdə olsun. Ekranlar qarşısından ayrılmayın, diqqətiniz bizdə olsun. Görün, bugün nələri danışacaq. Buyurun, Tayzibə xanım, əyləşin, xoş gəlmişsiniz. Və əgər Şəfalı Həyatda müzakirələr gedirsə, faydalı məsləhətlər varsa, deməli, gözəl musiqi də olacaq. Bugün studiyamızın qonağı mənim əziz dostum Rəşad İlyasov. Bugün gözəl ifasıyla bugün Şəfalı Həyatdadır. Buyurun Rəşad bəy, xoş gəlmişsiniz. Yüreğimin kapısı döyünür tak 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 tak. Darıxıram inan ki çok lap 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 lap. Senden özgesi olmaz mənə tay 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 tay. Seni görmesem dünyam dağlar vay 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 vay. Onu bunu bilmem ama ölürəm derdinden mən. Onu bunu bilmem ama sevirəm derinden mən. Onu bunu bilmem ama ölürəm derdinden mən. Onu bunu bilmem ama sevirəm derinden mən. Hamı yatmış bir dənəmən oyaq. Gel bu mesafelere bir son koyaq. Ay bu yürek sənə məxsus, sənə məhbus, yalnız bunu bil. Bu münasebetin adını koyaq. Onu bunu bilmem ama ölürəm derdimden mən. Onu bunu bilmem ama sevirəm derinden mən. Ay onu bunu bilmem ama ölürəm derdinden mən. Onu bunu bilmem ama sevirəm derinden mən.
Bugün studiyamızın qonağı Azərbaycanın əməkdar artisti, gözəl, keyfiyyətli musiqilərin sevilən, xalqın sevimlisi, dəyərlimiz, əziz dostum Rəşad İlyasov. Sağ olun, təşəkkür edirəm. Rəşad bəy, doğrudan da hər zaman siz öz belə də kübarlığınızı itirmirsiniz. Gözəl ifalarınız, fərqli belə tərzdə hər zaman ifa, geyiminiz, özünüzü efirdə təqdim etmə, musiqiləriniz. Çox sağ olun, mən sizi illərdir izləyirəm və siz də mənim əziz dostum mən də olaraq qalırsınız. Çox şadam bugün burada iştirak edirəm. İkinci dəfədir səhv eləmirəmsə bu proqramdayam. İnşallah xeyirli uğurlu olsun. Düşünürəm ki, öz maraqlı məsləhətlərinizlə həm sizin, həm də qonaqlarımızın bir tamaşaçılara bir yardımımız olacaq. Mən buna tam əminəm. Çox sağ olun Rəşad bəy, təşəkkür edirəm. Buyurun, əyləşin və gördünüz ki, gözəl ifasından onun özünə bir xaslığı var. Bu mahnı yeni yazdırmışam, Şəfa xanım. Xeyirli olsun. Təşəkkür edirəm. Bu mahnı bir çox versiyadadır. Hətta orijinalı Ramin Nabranla duetidir bunun. Təşəkkür edirəm Rəşad bəy. Elə istəyirəm başlayaq Şəfiqə xanımdan. Bugün elə xüsusən biz Şəfiqə xanımı da dəvət etdik ki, çünki biz hər zaman istəyirik ki, bizim evlatlarımız uğurlu olsun. Məktəbdə gözəl nəticələr alsın. Amma bunu necə edək ki, çünki bəzi vaxt uşaqlarda belə deyək də diqqət dağınığı var. Eyni zamanda bu səbəbləri nədir? Bax, bu diqqət dağınıqlıq, istəyi elə olur ki, uşaq məsələn məktəbə gedir, birinci sinif, ikinci sinif istəyi olur, sonra istək gedir. Elə ümumiyyətlə istəyirəm bu günlər bu mövzu ilə bağlı birinci növbədə məktəbə gedən uşaqlarda diqqət dağınıqlığı nə ilə bağlıdır və siz bu psixoloq kimi bunun metodikanız nədir? Bunu necə aradan götürürsünüz? Deməli, müasir dövrdə diqqət dağınıqlığının müxtəlif səbəbləri var. Diqqət dağınıqlığı həm ibtidai siniflərdə, həm ibtidai siniflərdən sonraki 11-ci sinifə qədər demək olar ki, bir çox uşaqlarda bunu öz praktikamda göstərir ki, əksər uşaqlarda müşahidə olunur. Ancaq ilk birinci, ikinci siniflərdə diqqət dağınıqlığı olması normal hal kimi bəzən qəbul edilir. Çünki orada ixtiyari diqqət uşaqlarda tam formalaşmamış olur. Amma sonraki dövrlərdə artıq fərqli səbəblərdən ola bilir. Məsələn, telefon asıllığından ola bilir, internet asıllığından ola bilir. Uşaqlarda yaşanan həyəcan pozuntusu var, təşviş pozuntusu var. Onlardan qaynaqlanaraq yaşana bilir. Diqqət eksikliyi və hiperaktivlik pozuntusu sindromu olan uşaqlar var ki, onlar da mütəmadi diqqət dağınıqlığından əziyyət çəkir. Çünki bu problemin məhz əsas əlamətlərindən biri də diqqət eksikliyidir, diqqət dağınıqlığıdır. Yəni, o istənilən yaşda diqqət dağınıqlığı o uşaqlarda müşahidə olunur. Və eyni zamanda xüsusi öyrənmə çətinliyi olan uşaqlar var ki, bunlarda da diqqət dağınıqlığı əsas əlamətlərdən biridir. Biz bu zaman diqqət dağınıqlığının səbəblərinə baxmalıyıq. Bu səbəblər anadan gəlmə səbəblərdən qaynaqlanırmı? Yəni, diqqət eksikliyi, hiperaktivlik pozuntusu varmı? Anksiyete, yəni təşviş pozuntusu varmı? Xüsusi öyrənmə çətinliyi varmı? Yoxsa bunun ailə mühitindən qaynaqlanır, gəldiyi sinifdəki mühitdən qaynaqlanır. Yəni, ola bilər ki, kiçik yaşlarından valideynlər daha az məşğul olub uşaqlarına, yəni pedaqoji baxımsızlıq olub, telefondan daha çox istifadə eləyiblər və onları diqqətini daha çox cəlb eləyən, əyləncəli, maraqlı nələrəsə daha çox maraq göstərirlər. Artıq mühitini dəyişəndə, ailə mühitindən, bağça mühitindən çıxıb, məktəb mühitinə daxil olanda, ətrafı genişlənəndə, o əyləncəni tapa bilməyəndə artıq yenə də telefona qayıtmaq istəyirlər, yenə də isterikalar eləyirlər və diqqət dağınıqlığını burada da müşahidə eləmək olar. Əsas səbəb nə oldu? Əsas səbəb diqqət eksikliyi, hiperaktivlikdə pozuntusu, daha sonra xüsusi öyrənmə çətinliyi və təşviş, həyəcan pozuntusudur. Yəni, bu üç deməli, problem demək olar ki, əksər uşaqlarda, xüsusilə diqqət eksikliyi, hiperaktivlik əksər uşaqlarda rast gəlinən bir problemdir. Təşəkkür edirəm Şəfiqə xanım. Elə istəyirəm Təcrübə xanıma da bununla bağlı. Siz artıq illərdir yeni doğulmuşlarla çalışırsınız və yəqin ki, siz də təsdiqləyərsiniz ki, artıq yeni doğulmuşlarda hansı bir problemlər gələcəkdə məhz belə bir problemlərlə üzləşdirə bilər və o zaman müraciət etmək lazımdırmı psixoloqa? Yoxsa elə özümüz öz başımıza deyək ki, bu atasında da var idi, əmisində də var idi. Bu nə dərəcədə düzgündür? Təşəkkür edirəm. Doğrudan da aktual bir mövzudur. Bilirsiniz, ümumiyyətcə biz uşaqlarla çalışdığımız üçün, amma bizim sahəmiz bir qədər fərqlidir. Yəni, reanimasyon uşaqlar, ağır uşaqlar və buna baxmayaraq demək olar ki, 12-16 yaşa qədər bu uşaqlar pediatrik şöbəyə gəlib gedirlər və bizim
uzun müddət apardığımız pasientlərimizdir. Və doğum zamanı əlbəttə ki, biz çox ağır uşaqlarla çox zaman qarşılaşırıq. Hətta reanimasiya, süni ventilasiyada belə olan uşaqlarımız olur. Bəli, bir sıra problemlər məhz doğum zamanı yarana bilir. Şəfiqə xanım da bunu təsdiqlər. Amma dediyimiz kimi o ağır problemlər aradan qaldırandan sonra biz artıq bu uşaqları mütəmadi gördükdə hiss elədiyimiz bir vacib olan bir momentlər var. Həmən o məqamları biz mütləq şəkildə əlbəttə ki, ayarlamağa çalışırıq və psixoloqlarla doğrudan da ciddi şəkildə bir yerdə, yəni birgə çalışırıq. Deməli, bu zaman bir məqama toxunmaq istərdim. Çox zaman valideynlərin də və bir sıra həkimlərin də belə deyək, səhv salan və düzgün yönəldilməyən bir problemlər var. Bunlar nədir? Şəfiqə xanım bilir. Yəni, bu uşaqda nevroloji problemdirmi, yoxsa psixoloji problemdirmi? Bax, burada çox zaman yaranan problemlər, bu əslində mən düşünürəm ki, bizim tibbdə olan ən ciddi problemlərdən biridir. Niyə? Çünki bu uşaq əgər biz baxdığımızda, pediatrlar baxdığımızda düzgün yönəldilməzsə, yəni bu uşaq səhv olaraq hər hansı bir nevropatoloqa düşərsə, Şəfiqə xanım artıq bilir ki, bunun sonu nə ilə nəticələnə bilər. Çünki nevroloji və psixoloji status bunlar tam fərqli bir şeylərdir. Nevroloji statusda, bəli, burada preparat dəstəyi, burada preparatın mütləq olan bir sıra klinika və simptomlar var. Amma psixoloji durumda burada preparatlara ümumiyyətlə ehtiyac olmaya bilər. Burada sadəcə psixoloq dəstəyi lazım olur və əlbəttə ki, ilk öncə bu pasientləri biz düzgün doğru tövsiyə etməliyik. Yəni, bu uşaqları düzgün yönəltməliyik. Yəni, burada nevropatoloqa ehtiyac var, yoxsa burada psixoloqa ehtiyac var. Yəni, bütün problemlər bax, buradan başlayır və əlbəttə ki, burada yaxşı ixtisasçı olması bu başqa bir məsələ. Yəni, seçici. Mən düşünürəm ki, düzgün, belə deyək, peşəkarı düzgün seçmək lazımdır və burada nəyə görə məhz bugün biz Şəfalı Həyat verilişində düzgün mütəxəssisləri müraciət edib dəvət edirik. Çünki insanlar tanımalıdırlar və bilməlidirlər ki, əgər mənim uşağımda belə bir problem varsa, o xəstəlik deyil. O sadəcə olaraq bir mütəxəssisə müraciət edirik və mütəxəssisin köməkliyi ilə sözün əsl mənasını aradan götürür. Elə mənim əzizlərim, hal-hazırda bizi izləyən yüzlərlə, minlərlə, milyonlarla tamaşaçılar var. Əgər sizin evladınızda hər hansı belə şübhəviz var ki, belə bir problem varsa, o zaman vaxtı uzatmayın, gözlətməyin və düşünməyin ki, aradan götürüləcək, keçib gedəcək. Sadəcə düzgün mütəxəssisə müraciət edə bilərsiniz. Elə bizim əzizimiz Şəfiqə Xanırzayevə müraciət edirsiniz və tez bir zamanda doğrudan da sözün əsl mənasında mənim çox ətrafım müraciət edib və çox məmnun və belə deyək də razı qalıb. Budur ki, siz də müraciət edə bilərsiniz və nəticələri ala bilərsiniz. Və istəyirəm Rəşad bəyə də bir sual verim. Rəşad bəy, siz də çox seçici bir insansınız. Hətta bundan öncə bürcünüzü də soruşdum və o bürcünüzdə də o var. Yəni, mən və seçicilik və bu seçicilik olaraq sizin də evladlarınız olub, onlar da böyüyüb maşallah hal-hazırda. Ümumiyyətlə, siz də belə bir problemlərlə üzləşirsizmi? Məktəb illərində o diqqətsizlik deyim, diqqət dağınığı olubmu elə bir problemlər? Mən deyərdim ki, elə də üzləşməmişik. Çünki şükür Allah hər şey elə normal gedib. Üzləşəndə də həkimim xanımdır deyənəm. Düşünürəm bu problemi çox rahat bir şəkildə həll etmişik. Bilirsiniz, erkən yaşlarından, Təzibə xanım qeyd elədi, o yeni doğulmuşlar. Elə erkən yaşlarından uşaqların sağlamlığına, nə ki uşaqların, hətta valideynlərin təbii ki, sağlam valideyndən sağlam uşaqlara biz belə deyək, danışırıq. Mütləq və mütləq diqqət etmək lazımdır. Mən burada sağlam deyəndə təbii ki, fiziki sağlamlıq bu öz yerində, amma psixoloji sağlamlığı mən əsas bir faktor olaraq götürərdim. Öz müşahidələrimdə də əziz xanımlar, bunları görmüşəm. Atada olan müəyyən, belə deyək, simptomlar mı deyim, müəyyən xasiyyət, belə danışaq da, istəmirəm radikal danışım. Atada, anada olan xasiyyət istər-istəməz bu və ya digər şəkildə faiz çoxluğu ilə, bilməm, yanılıram ya necə, uşaqlarda öz əksini tapır, uşaqlarda özünü göstərir. Şəfiqə xanım, bax, yəqin ki, sizə də tez-tez müraciət edilir, imtahan həyəcanı. Hal-hazırda mart, aprel aylarında bizim əziz abituriyentlərin imtahanları başlayır, hamısına uğurlar arzu edirik. Bax, bu 9-cu sinifdir, 10-cu sinifdir. Yəqin ki, sizə bu ərəfədə daha çox müraciət edirlər. Bax, bu imtahan həyəcanı olur.
Bəzi vaxtı çox savadlı uşaqdır, amma gedir həyəcana düşür və kifayət qədər yaza bilmir, sadə suallara düzgün cavab verə bilmir. Bax, bunların əlamətləri nədir? Bax, valideyn də deyir ki, mənim uşağım çox gözəl, 5-in 5-inə bilir. Amma gedir, yəni yaxşı kifayət qədər yaza bilməyə ehtimalı ola bilər. Bax, birinci əlamət nədir? Bax, imtahan həyəcanı. Birinci, valideyn bax bu dəqiqə bizə baxır. Nəyə diqqət etsin ki, bax mən mütləq bunu aradan götürməliyim. Elə bizim verişimizə baxaraq Şəfiqə Xamirzayeva siz də müraciət edin. Baxın, diqqətlə izləyin. Əgər sizin evladınızda bu əlamətlərdən heç olmasa biri varsa, deməli siz birbaşa təcili şəkildə müraciət edirsiniz Şəfiqə xanım və tez bir zamanda bunu aradan götürürsünüz və evladınız mart, aprel və digər imtahanlara çox gözəl gedir və siz də şəfalı həyata bir yazısınız. Təşəkkür edirsiniz ki, sizin verilişinizdə belə gözəl bir mütəxəssisi tanıdım və evladım gözəl balla universitetə daxil oldu. Buyurun. Bəzən valideynlər müraciət eləyir ki, mənim uşağımda bu yaşına qədər heç imtahan həyəcanı, ümumiyyətlə həyəcan olmayıb, müşahidə eləməmişəm. Amma sınaq imtahanına gedir, buraxılış imtahanına hazırlaşır, amma baxıram ki, nəticələri zəifdir. Yəni 9-cu sinifə qədər və yaxud 11-ci sinifə qədər ən azından bir dəfə bu şagird buraxılış imtahanına yaxın sınaq imtahanına gedir və sınaq imtahanının nəticələrinə əsasən valideyn dəqiq qərar verə bilər ki, bu uşaqda imtahan həyəcanı var, yoxsa yox. Çünki bu əlamətlər həm imtahan öncəsi özünə göstərir, həm imtahan zamanı, həm də imtahandan sonra. İmtahan öncəsi artıq onda fizioloji əlamətlər başlayır, ürək döyüntüləri artır, imtahan yaxınlaşdıqca bu daha da sürətlənir, əlləri tərləyir, təngi nəfəs olur, tez-tez su içmək istəyir, bəzən iştahası heç olmur, bəzən çox yemək yemək istəyir və daha çox neqativ düşüncələr onda üstünlük təşkil edir. Yəni, düşüncələrini fəlakətləşdirir. Mən bacarmayacam, məndə alınmayacaq, bu dəfə zəif yazdımsa, deməli, gələn dəfə bundan da zəif yazacam, imtahandan kəsiləcəm, valideynlərimin əziyyətini məhv eləyəcəm. Bu cür neqativ düşüncələr artdıqca həyəcan da artır. Təbii ki, bu da diqqət dağınıqlığına gətirir, çıxarır. Bu da sanki yaddaşını itirmiş kimi hiss eləyirlər onlar. Soruşursan abituriyentdən yəni nəticələrinin zəif olmasına səbəb nədir? Məsələn, valideyn soruşur, o bildirir ki, yadıma heç nə düşmədi. Təşvişə düşür. Bəli, sanki bildiyimi unutdum. Elə bil heç bu mövzuda biz heç nə keçməmişik ya da bilmədiklərim düşdü mənə. Çünki həyəcan artdıqca, neqativ düşüncələr artdıqca sanki yaddaş problemi yaşayır. Yəni, yadına salmaqda çətinlik çəkir. Çünki bütün diqqətini həmin həyəcanına fokuslayır. Mütləq valideynlər bu durumu ciddi qəbul eləməlidirlər və mütləq psixoloqa müraciət eləməlidirlər. Bizdə 10 seanslıq fərdi və qrup terapiyası var ki, sırf imtahan həyəcanına bağlıdır. Yəni, həm neqativ düşüncələri, həm neqativ emosiyaları, həm də həmin ondan irəli gələn davranışları necə kontrolda saxlamaq lazımdır, necə nəzarətdə saxlamaq lazımdırsa, biz bu proqram vasitəsilə bunu tətbiq edirik. Həm imtahan öncəsi, həm imtahan zamanı və həm də imtahandan sonra abituriyentlər necə həyəcanlarını nəzarətdə saxlamalıdırlar. Həyəcan əslində faydalı bir duyğudur. Yəni, hər kəsdə həyəcan olmalıdır. İnsanda disiplin yaradır, motivasiya yaradır, diqqətliliyi artırır. Ancaq həyəcanın heç olmaması, çox zəif olması da problemlidir. Həyəcanın həddən artıq çox olması da problemlidir. Neynək onu belə deyək də, o qızıl bir cızı tapaq da, yəni necə eləyək ki, nə çox olmasın, nə az olmasın və uşaqlarımız da oradan da sözün əsl mənasında nəyə layiqdirlərsə, onu da gedib o bilgilərini də bildirsinlər. Bəli. Biz işləyərkən həm valideynlə, həm abituriyentlə, yəni şagirdlə də işləyirik. Valideynlə də çalışmaq lazım. Həm valideyni, mütləq. Valideynin yanaşması uşaqlara və yeniyetmələrə əgər doğru yanaşma deyilsə dəyişməlidir. Çünki valideyn uşaq və yeniyetmələrdəki tam düşüncəni kontrol eləmək tam formalaşmayıb deyə valideynin yanaşması orada mütləqdir. Yəni, doğru yanaşarsa bu həyəcanın, belə deyim, yarısının aradan qaldırılmasına gətirib çıxara bilər. Uşağın, yəni şagirdin özü ilə də işləyəndə həyəcanını necə kontrolda saxlaya bilər, necə onu orta səviyyədə saxlaya bilər, biz onu öyrədirik. Nəfəs tapşırıqları ilə, düşüncələrini nəzarətdə saxlama ilə, emosiyalarını necə idarə eləyə bilər. Yəni, bu öyrədilən, belə deyim, məlumatlar, texnikalar ona
Nəinki imtahan zamanı, imtahandan sonra və bütün ömrü boyu həyəcanını idarə etməyə kömək eləyir. Təşəkkür edirəm Şəfiqə xanım. Sözün əsl mənasında hal-hazırda əziz tamaşaçılar, diqqətiniz bizdə oldu. Yəqin ki, dinlədiniz və Şəfiqə xanımın dəyərli məsləhətlərini, Təcrübə xanım dəyərli məsləhətlərini, Rəşad bəyin gözəl söhbətlərini eşitdiniz. Amma nəzərinizə çatdırım ki, siz bugün əgər bir psixoloqa müraciət edirsinizsə, düşünürsünüz ki, imtahan qabağı həyəcanına görə, ya diqqət yayımlığına görə bu tək bugünlük deyil. Siz düşünün ki, siz artıq bugün evladınızın gələcəyinə böyük bir yatırım edirsiniz. Çünki bu həyatda onu özünü belə də təsdiqləmək üçün, digər uğurlarını qazanmaq üçün siz deyərdim ki, sözün əsl mənasında ən vacib, ən dəyərli və ən önəmli yatırımı elə bugün edirsiniz. Odur ki, diqqətiniz bizdə olsun. Elə yeri gəlmişkən biz bugün Şəfiqə xanımla, Təcrübə xanımla uşaqlarımız bizim gələcəyimizdir və necə onları düzgün formalaşdıraq, necə onlar doğularkən düzgün onları belə deyək də istiqamətləndirək. Mən də bir həkim diyetolog kimi mənə mütəmadi suallarla müraciət edirsiniz ki, necə edək ki, bu kilolardan azad olaq. Amma ən çox son vaxtda verilən suallardan biri odur ki, bizim evladımızda kilo problemi varsa, bunu gələcəkdə fəsadı nə ola bilər? Əziz valideynlər, birinci növbədə hər bir şey psixologiyadan gəlir və burada psixika çox önəmlidir. Əgər bir psixoloq istəyirsinizsə, təbii ki, Şəfiqə Xamirzayeva müraciət edə bilərsiniz. Bir pediatr istəyirsinizsə, Təcrübə xanıma müraciət edirsiniz. Mən isə sizin həkim diyetoloqunuz qalaraq və təbii ki, burada birinci növbədə qidanı düzgün formalaşdırmaqdır, düzgün rasional qidalanma olmalıdır. Qidalanma o demək deyil ki, mənim evladım bunu istəyir və yeyir. Hətta faydalı qidalar belə, onlar da limitli olmalıdır. O demək deyil ki, mən deyirəm ki, yeməyin. Bəli, deyir Nizaminin gözəl bir sözü var. Bir incə saflığı olsa da suda, çox içilsə dərd verər o da. Hətta faydalı yeməkdə çox olanda zərər gətirə bilər. Artıq mən zərərli qidalardan danışmırıq. Çünki bizim evladlarımız bizim gələcəyimiz olduğuna görə bizim hər bir şeyimiz qidadan başlayır. Onların boylarının olması, düzgün formalaşması, psixikaların düzgün formalaşması, həyatda sözün əsl mənasında sağlam həyat yaşamaqları üçün qidalanma çox önəmlidir və bunun üçün də biz valideynlər günü bugündən hal-hazırda elə hər şey mətbəxdən başlayır, hər şey anadan, hər şey valideynlərdən başlayır. Əgər valideynlərin zərərli vərdişləri varsa, bizim evladlarımız o zərərli vərdişləri görərkən onları yeyəcəklər. Çox da ki, biz deyək və ya şəfalı həyat desin ki, bunu yemə. Əgər valideyn bunu özü, buna riayət etmirsə, bizim evladlarımız bizim aynamızdır. Onlar biz dediyimizi etmirlər, onlar gördüklərini edirlər. Odur ki, mənim əzizlərim, əziz valideynlər, elə günü bugündən şəfalı həyat verilişini izləyərək, sağlam həyata addımlayaraq biz artıq uşaqlarımıza böyük bir yatırım etmiş olacağıq. Çünki bizim yatırımımız birinci növbədə bizdən başlayır. Ondan sonra bizim gələcəyimiz artıq evladlarımıza keçir. Odur ki, mətbəx çox önəmlidir. Bizim həyat tərzimiz çox önəmlidir. Hər zaman mən idman edirdim. Səhər 6-da duranda mənim oğlum dururdu, görürdü. Mən idman edirəm, yürüyüşə çıxıram. Süfrəni artıq sağlıqlı şəkildə açıram. Artıq bu formalaşır. Odur ki, evladlarımızda düzgün, sağlıqlı vərdişləri formalaşdırın ki, gələcəkdə bu problemlərlə üzləşməyərsiniz. İndi isə keçirik reklamlara. Sağlam qidalanma hardadır? Təbii ki, Şəfalı Həyat Coffee and Healthy Food'da. Hər ay burada gözəl xanımlarla bərabər həm seminarlar keçiririk, həm maarifləndirici məlumatlar veririk və təbii ki, sağlam qidalanırıq. Sizi də dəvət edirəm, bizim məkanımıza gələsiniz. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu ilə davam edir. Hər
Hər zaman şəfalı həyatı siz belə deyək də bazar günü görürsünüz, amma bunun arxasında bizim böyük bir komandamız var. Onların çox böyük bir burada zəhmətləri var. İstər mənim redaktorum, istər rejissorum, istər bütün bizim bir burada operator və digər komandamızın. Amma istəyirəm bugün vurğulayım ki, bugün mənim illər dostu, illər, sözün əsl mənasında 25 illik dostum və bugün Şəfalı Həyat verilişinin baş redaktoru, mənim əzizim, bax elə bunu demək istəyirəm, bax, illər dostu, mənim can dostum, mənim əzizim, bizim Şəfalı Həyat verilişində çox böyük zəhməti olan bizim baş redaktor Zümrüd xanım Şaxovanın bugün ad günüdür. Amma o tək Zümrüd xanım yox, o mənim Zümamdır. Mən də deyirəm, bayaqdan o güllər nədir orada? Bəli, bu sürprizdir. Zümrüd, səni çox sevirəm. Yaxşı ki varsan, yaxşı ki Şəfalı Həyatdasan, yaxşı ki mənim həyatımdasan. Mənim üçün çox dəyərlisən və Allah bütün yaxşı insanları, dostlarımızı hər zaman var eləsin və deyir ki, dost çox olmur, amma dürüst dost çox az olur. Odur ki, sən o dürüst dostlardan birisən və bizi artıq illər bizi dost edib. Sənə təşəkkür edirəm və sənin Şəfalı Həyat verilişində çox, həddən artıq çox böyük zəhmətin var. Səni sevirik, çox sağ ol. Təşəkkür edirəm canım mənim. Mən istəyirəm deyim ki, Zümrüd xanımı mən də çoxdan tanıyıram. Ailəsini tanıyıram, özünü çox gözəl tanıyıram. Bir ara işlədik, Azərbaycan televiziyasında Zümrüd xanım çalışdı, biz də onunla işlədik. Çox sevindim. Zümrüd xanım, təbrik edirəm sizi, can sağlığı arzulayıram. Bir halda ki, Şəfa xanım bu məqama toxundu. İndi mən də doktorlar, ifaçıyam da, ifaçının hədiyyəsi nə ola bilər? Gözəl musiqiniz. Bəli. Mənim bir ad günü mahnım var. Biraz fərqli ad günüdür. Aygün Səmədzadənin bəstəsidir, Aysel Əlizadənin sözlərində. İstəyirəm elə bu mahnını bizim Zümrüd başda olmaqla bütün ad günü olanlara... Bu mahnı sizə hədiyyə olaraq Rəşad bəydən gəlir. Təşəkkür edirəm, çox sağ olun. Çox sağ olun, var olasınız. Təşəkkür edirəm, təbrik edirəm səni bir daha. Otağımda senin ad gününü qeyd edirəm. Əlimə çəkməyir yaş yanağımdan, sənin şərəfinə sağlıq deyirəm. Ömrünə daha bir il gəldi sənin, hələ neçə illər sənə qonaqdır. Mən sənin qonağın ola bilmədim, bugün görən kimlər sənə qonaqdır. Telefonum susur, kapım döyülmür, şamlarda əriyib yavaş yavaş dönür. Öz doğum günündə yerin görünmür, sənin ad gününü qeyd edirəm. Telefonum susur, kapım döyülmür, şamlarda əriyib yavaş yavaş dönür. Öz doğum günündə yerin görünür, sənin ad gününü sevincimeyim, tekçe hediyeler senin olacak. Onların içinde çok aktarsan da bir benim hediyem hiç olmayacak. Ömrüne daha bir il geldi senin, hele neçe iller sene qonaqdır. Ben senin qonağın ola bilmedim, bugün gören kimler sene qonaqdır. Telefonum susur, kapım döyülür, şamlarda əliyib yavaş yavaş dönür. Öz doğum gününde yerin görünür, senin ad gününü qeyd edirəm. Telefonum susur, kapım döyülür,
telefonum susur kapım döyülür Şamlarda eriyip yavaş yavaş dönür Öz doğum gününde yeri görünür Senin ad gününü qeyd eləyirəm Telefonum susur kapım döyülür Şamlarda eriyip yavaş yavaş dönür Öz doğum gününde yerin görünür Senin ad gününü qeyd eləyirəm Senin ad gününü qeyd eləyirəm Senin ad gününü qeyd eləyirəm Teşekkür ederim Zümrüt Hanım da adından size derin teşekkürümü bildirmek Sağ olun, istedim. çok sağ olun. Çok sağ olun, var olasınız. Teşekkür. Doğrudan da çok hoş oldu Zümrüt Hanım belə Mənə də bir xoş sürpriz oldu. Mənə də elə sürpriz oldu. İstədim bu sürprizi belə bir nöqtələyək. Ona görə bu mahnını oxudum. Biraz fərqli ad günüdür. Adətən biz əziz xanımlar Ama renk işin şeydə. kattınız. Farklı bir Çalışdım, çok bəli, sağ olun. Eksklüziv farklı bir renk kattınız. Çok sağ olun. Bu ifanızda bir kübarlıq deyim, Çok bir sağ olun. Belə fərqlilik gördüm. Teşekkür ederim. Sağ olun. Zümrüt Hanım. Sizi təbrik edirik bir daha bütün qonaqlarımla bərabər. Mənim əzizlərim, hər zaman olduğu kimi Şəfalayat Coffee and Healthy Food bizim baş sponsorumuzdur və Şəfalayat Coffee and Healthy Foodda hal-hazırda böyük bir kampanyalar keçirilir və artıq üzü Ramazan ayına gedir. Mənim əzizlərim, Ramazan ayı boyunca iftar süfrələri məhz mən, həkim dietoloq Şafa Yəcigərov tərəfindən tərtib olunmuş menyular olacaq. Odur ki, rahatlıqla gəlirsiniz, iftarınızı elə Şəfalayat Coffee and Healthy Foodda açırsınız, ailəvizlə, əzizlərinizlə, qohumlarınızla, sevdiklərinizlə elə özünüzlə bir gəlib relaks olaraq orada gözəl dadlı yeyirsiniz, gözəl bir atmosfer alırsınız, gözəl bir enerji alırsınız və ay boyunca bizim sağlıqlı qidalarımızı yeyirsiniz və kilolardan azad olursunuz. Və eyni zamanda bizim böyük bir kampanyalarımız keçiriləcək. Diqqətiniz bizdə olsun. Hər zaman izləyin və bizə qoşulun. Və onu da vurğulamaq istəyirəm ki, bizim Şəfalayat Coffee and Healthy Foodumuzda tək yemək yox. Bizim Şəfalayat Coffee and Healthy Foodumuzda eyni zamanda seminarlar, tədbirlər, korporativlər, ad günlər, şad günlər, gözəl bir belə tədbirlər də keçirilir. Hətta qəşəng yeyirsiniz, gözəl taamlardan dadırsınız, əylənirsiniz. Karaoke'larımız var, gəlib gözəl ifalarımız var. Rəşad bəy, insan oxuyanda gözəl bir enerji alır. Elə doğru buyurursunuz. Artıq mütəxəssislər uzun illərdir sübuta yetiriblər ki, oxumaq özü bir terapiyadır. Ümumiyyətlə, incəsənətin bir çox növləri. Bura rəssamlığı da aid etmək olar. Bəzən mənim rastıma gəlir, gənc yaşlarında, uşaq yaşlarında buna nail ola bilmirlər, amma orta yaşdan sonra gedirlər o məşğələlərə. Rəssamlıq olsun. Bilmirəm, əvvəllər var idi, xalq xorları belə yığışırdılar, xalq teatrları var idi. Türkiyədə indi var xalq, insanlar elə, o qonşular mı deyim, o bələdiyyənin müəyyən görevliləri də belə deyək ki, yığılırlar. Çox yaxşıdır bu. Mən də məsləhət görürəm, elə sizin sözünüzə qüvvət. İncəsənətlə, ələxüsus musiqi ilə məşğul olanlar həm ruhən, həm mənən, həm də fiziki olaraq gənc qalmağa çalışırıq. İndi nə dərəcədə nail oluruq, təqdir sizindir. Çox gözəl dərəcədə nail olsunuz. olun, Onu da vurğulamaq istəyirəm ki, hamilə xanımlar elə hamiləlik dövründə gözəl musiqilərə qulaq asarkən, gözəl bir kitabları, gözəl bir seminarlarda gedib iştirak edəndə o doğrudan da onlara faydalı olur. Onu da vurğulamaq istəyirəm ki, elə bu yaxınlardan Şəfiqə Xamırzayevanın bizim Şəfalayat Coffee and Healthy Foodda böyük bir, gözəl bir seminarı keçirildi. Məhz analar üçün, ana və valideynlər üçün və evlatları üçün və doğrudan da çox uğurla qarşılandı. Məncə çox lazımlı bir seminardır. Çox, həddən artıq. Doğrudan da bax, bizim gənclər, Şəfiqə xanım bizim gənc kateqoriyasına daxildir də mənə baxanda və bizim gənc mütəxəssislər, məhz peşəkar mütəxəssislərin valideynlərə, analara belə təbliğ etməyi, bu artıq bizim böyük bir uğurumuzdur. Çünki biz artıq belə deyək də, o bilgiləri bu sahədə olmayan valideynləri düzgün istiqamətləndirir. O sosial şəbəkələrdə olan o qədər mütəxəssis var ki, insanlar artıq yanlış qalırlar. Çaşqınlıq içində qalırlar, çaşırlar. Bəli, bəs elə ona görə də bax, bu günləri biz elə Şəfalayat verilişinə Şəfiqə Xamırzayevanı dəvət etdik ki, əziz valideynlər, siz doğru və düzgün elə burada seçib və artıq buradan düzgün addım edəsiniz. Necə ki, Şəfiqə xanımın çox gözəl seminarında özüm də iştirak elədim, çox da bəyəndim və mənə də ondan sonra çox müraciətlər oldu.
Elə siz də hal-hazırda bax elə Şəfalı Həyatı izləyirsiniz. Hal-hazırda ekranda Şəfiqə xanım Rzayevanın Instagram səhifəsi, əlaqə nömrəsi gedir. Siz də əgər onun təlimlərinə qoşulmaq istəyirsinizsə, onun seminarlarına qoşulmaq istəyirsinizsə, onun seanslarından yararlanmaq istəyirsinizsə, o zaman siz də əlaqə nömrələrindən müraciət edin və tez bir zamanda gözəl bir nəticəni ala bilərsiniz. Elə istəyirəm Şəfiqə xanım sizə dönüş edib, ondan sonra da bir Təcrübə xanım da müdaxilə eləsin. Uşaqların məktəb qorxuları. Nəyə görə uşaqlar məktəbə getməkdən qorxurlar? Məktəb qorxuları daha çox ibtidai sinifin ilk 2 illərində, 1-ci, 2-ci siniflərdə və yeniyetməlik dövründə 12-15 yaş arası daha çox rast gəlinir. Bu iki yaş qrupunun fərqli səbəbləri olur. İbtidai sinifdə məktəbə yeni başlayan bir uşaq, əgər bağça dönəmini keçməyibsə və yaxud da ki, orada çox effektiv olmayıbsa, az gedibsə, eyni zamanda anası ilə güvənli bağlanması yoxdursa valideyni ilə, o zaman onun məktəb qorxuları daha çox olacaq. Çünki məktəb yeni böyük bir sosial mühitdir. O sosial mühitdə isə uşaq özünü necə aparacağını, necə münasibət quracağını, necə davranacağını bilmir. Əgər o əvvəlki sosial mühitlərdə olmayıbsa, yəni bağça dönəmində müəyyən kurslarda olmayıbsa, valideyni ilə güvənsiz bağlanması varsa, valideyni ilə ayrılıq qorxusu yaşadığına görə o məktəbə getmək istəmir. Belə ki, valideynin sanki o fikirləşir ki, əgər anam məni qoyub getsə, bir daha məni gəlib buradan aparmayacaq. Belə başlayır. Və bundan başqa, əgər müəllim avtoritar müəllimdirsə, daha çox qaydalarla, qadağalarla uşaqları sakit saxlamağa çalışırsa, bir disiplin yaratmağa çalışırsa, bu da daxilən həyəcanlı olan uşaqlarda başlayır məktəb qorxusunu yaratmağa. Yeniyetməlik dövründə isə daha çox sosial və akademik problemlərə görə, yəni akademik səbəblərə görə daha doğrusu bu problem yaşanır. Belə ki, o zəif nəticə göstərəcəyindən qorxur. Məsələn, 1-ci, 2-ci sinif şagirdi o qədər bu qorxusu olmur, amma artıq 5-ci sinif, 6-cı, 9-cu sinif və s. bu siniflərdə, ibtidai sinifdən sonra akademik göstəricilərinə görə daha çox qorxu yaşayırlar ki, zəif nəticə göstərərlər, buraxılış imtahanından keçə bilməzlər, qəbul imtahanından keçə bilməzlər, uğurlu nəticə göstərə bilməzlər və valideyni ilə və ya müəllimləri ilə qarşılaşarlar. Eyni zamanda məktəbdə sosial münasibətlərində yaşadığı problemlərə görə məktəb qorxusu yaşana bilər. Məsələn, məktəbdə daha aktiv lider olmaq istəyən şagirdlər var və daha pasiv, həyəcanlı şagirdlər var. İstər-istəməz onlar arasında konfliktlər yaranır və mən praktikamda da rast gəlmişəm ki, bu daha aktiv, liderlik xüsusiyyətləri olan şagirdlər digərlərinə daha təzyiq göstəriləyini bullying eləyirlər, sıxışdırma halları olur. Bəli. Ümumiyyətlə, son vaxtı məktəblərdə şagirdlər arasında agresiya yaranır. Müəllimlərə qarşı, uşaqlara qarşı, sinif yoldaşlarına qarşı, hətta valideynlərə qarşı belə böyük bir agresiya yaranır. Bu nə ilə bağlıdır? Yeniyetməlik dövründə əgər bu agresiya yaranırsa, biz bunu sadəcə ailə mühitinə bağlamırıq. Biz bunu artıq sosial mühitə də bağlayırıq. Yəni, onun bir virtual mühiti var, hansı ki, telefonda müəyyən qruplara qoşulurlar, yəni sosial şəbəkələrdə müəyyən qruplara qoşulurlar. Son vaxt elə belə artıbdır. Bəli, bəli. Müəyyən internet oyunlarına qoşulurlar. Onlarda qarşı tərəfdə, yəni yaşını məsələn 10 qeyd edir, bunun da yaşı 10 yaşdır. Onların, amma ola bilər ki, qarşı tərəfdəki 10 yaşlı deyil, 18 yaşlıdır, 20 yaşlıdır, sadəcə yaşını az qeyd edib. Artıq onların dialoqu qarşı daha böyük yaşlı tərəfin manipulyativ davranışları əsasında qoyulacaq və artıq müəyyən müddətdən sonra o daha kiçik yaşlını idarə eləməyə başlayacaq və daha çox təsir altına düşəcək və onun artıq fikirləri, onun üçün, yəni böyük yaşlı şəxsin fikirləri onun üçün önəmli olmağa başlayacaq və ailə mühitində daha çox asosial olan, ailəsi ilə çox paylaşmayan həyat tərzini, eyni zamanda sıx münasibətləri olmayan, sosial çevrəsi ilə daha çox münasibətdə olan şagirdlərdə də bu daha çox təsir altına düşmə müşahidə olunur. Yəni, bu sıxışdırma halları da məhz kənar təsirlərdən irəli gəlir. Bu daha çox özgüvənsiz, özünü aşağı qiymətləndirən, aqressiv, daha çox belə öz fərqindəliyi olmayan, həyəcanlı, təşviş pozuntusu olan şagirdlərdə bu daha çox yaşanır. Ancaq özünə güvənli olan, ailəsi ilə sıx bağı olan, təsir altına çox düşməyən
şagirdlərdə demək olar ki, bu müşahidə olunmur bu hallar. Təzibə xanım, siz necə buna baxırsınız bir pediatr kimi? Çünki doğrudan bu aktual mövzudur. Elə Şəfiqə xanım danışır, mən səhərdən çox diqqətlə dinləyirəm. Elə Rəşad bəy də görürüm, çox diqqətlə. Yəni doğrudan çox aktual bir mövzuya toxundunuz. Bu dəqiqə bu aktualdır, hal-hazırda. Heyif ki, bu aktualdır bu. Bəli, təəssüflər olsun, amma bu artıq var. Siz necə baxırsınız? Razılaşarsınız mənimlə yəqin ki, Şəfiqə xanım. Yəni bir çox problemlər daha çox da ailədən gəlir. Yəni nə üçün ailədən gəlir? Doğrudan da məsəl üçün bizə müraciət edən anaların əksərində İlk bizim hiss elədiyimiz, gördüyümüz hiperaktivlik. Yəni artıq biz hiperaktivlik görürüksə, artıq burada biz bir belə deyək də fikrimizi yönəldirik ki, artıq burada bəlkə psixoloqa ehtiyac var. Yəni anaların bizə dediyi birinci nə olur? Doktor, mənə çətindir uşaqlar. Mən artıq bacarmıram. Deməli, bu problemi biz artıq eşidiriksə, biz başa düşürüksə, deməli, hardasa problem var. Nə üçün ana uşaqla bacarmasın? Yəni, bu hiperaktivlik və diqqət dağınıqlığı tez-tez bizim rastlaşdığımız bir problemlərdən biridir. Belə deyək, tutan pasientləri götürsək, ümumən, bəlkə də hər 5-ci uşaqda bu dəqiqə bu var, razılaşarsınız mənimlə. Yəni, burada problem nədir? İlk növbədə əlbəttə ki, uşaqlarda mənim fikrim, yenə də burada fikrimi deyəcəm, ilk növbədə canlı ünsiyyətin olmaması, birinci növbədə ailədə bu dəqiqə uşaqlarla canlı ünsiyyət yoxdur. Yəni valideynlərlə uşaqlar arasında. Valideynlə ana arasında canlı ünsiyyət yoxdur. Necə Şəfiqə xanım dedi, bağ yoxdur. Valideynlə Qırılır da bağ. Yoxdur. Ünsiyyətdədir, amma bağ yoxdur. Bu çox önəmlidir. Bəli, o bağ yoxdur. Artıq uşaqda özgüvənlik buradan artıq yoxdur. Çünki anam mənimlə deyil, atam mənimlə deyil. Və ikinci ən önəmli telefon asılılığı. Bax, bu iki dənə məqam bu dəqiqə ciddi şəkildə, bəli, bir çox şeylər irsiyyata bağlıdır. Razılaşarsınız mənimlə. Bir çox şeylər irsiyyata bağlı olan halda trigger verən məqamlar, yəni bunu bir qədər də ağırlaşdıran, bir qədər də fəsadlaşdıran canlı ünsiyyətin olmaması, bağlılıq olmaması və virtual həyat, telefon asılılığı olması. Burada biz pediatrlar ilk növbədə valideynlərimizə dediyimiz nədir? Birinci növbədə psixoloq mütləq konsultasiyası olmalıdır. İlk növbədə bu. İkinci, mənim tövsiyəm hər zaman olur. Mənim öz tövsiyəm maksimum uşaqla ünsiyyət. Yəni, ünsiyyət tək evdə yox. Harasa getmək, teatr, kino, bu ola bilər hər hansı bir istirahət məkanları. Amma çox zaman, yəni uşaqla bərabər olması bu bir. Telefonlardan tam mümkün qədər uzaq olması və bilirsiniz, burada uşaqlarla bir qədər düzgün davranma da deyim. Bilirsiniz, biz valideynlər öyrəşmişik uşağı hər zaman yox demək. Biz düşünürük ki, biz yox, bunu olmaz desək, deməli, bu düzgün doğrudur. Amma bu düzgün bir, mən düşünürəm ki, yanaşma deyil də. Təzibə xanım, təşəkkür edirəm. Son bir söz, bir pediatr olaraq, yəni nə konflikt yaranır pediatrlarla psixoloqlar? Əks hallarda pediatrlar deyirlər ki, bu müalicəlikdir. Amma burada müalicəlik yox, sən demə psixoloqluqdur. Bəli, bəli, bunu vurğulayaq da. Deməli, burada yəni ilk öncə bizim müəyyən etdiyimiz ki, bu nevroloji status deyil. Burada mütləq şəkildə psixoloji bir konsultasiyaya ehtiyacı var uşağın və mütləq şəkildə psixoloq müdaxiləsi olmalıdır. Təşəkkür edirəm Təzibə xanım və sonuncu bir sualım olacaq. Çünki çox müzakirələr etdik, çox maraqlı mövzu oldu. İstər Rəşad bəy öz fikirlərini dedi, istər Təzibə xanım öz gözəl fikirlərini bir həkim, pediatr kimi vurğuladı. Və son sualımız, Şəfiqə xanım Rzayevanın digər psixoloqlardan fərqi, özəlliyi və özünə məxsusluğu nədən ibarətdir? Mən psixologiya üzrə fəlsəfə doktoruyam. Yəni, psixologiya sahəsində bir mütəxəssisəm, elmi dərəcəli bir mütəxəssisəm və yəni, kifayət qədər güvənilir bir mütəxəssisəm. Əgər mən bir pasiyentlə işləyirəmsə və onu qəbul edirəmsə, deyirəmsə ki, mən onunla çalışacağam və sizin nəticəniz olacaq, deməli ki, orada 100% nəticə olacaq. Və daha çox mən valideynlərlə daha çox işləyirəm. Belə deyim, uzun müddət, yəni belə seansları uzun müddət aparmıram. Daha çox qısa müddətli və uğurlu nəticələrə fokuslanıram ki, qısa müddətdə uğurlu nəticə əldə eləyək. Eyni zamanda seansın müddətini, məsələn, 45 dəqiqə deyil, 1 saat, bəzən 1 saatdan artıq olur və mən bütün günü valideynlərlə lazım olduğu müddətcə əlaqədə oluram. Yəni, onlar evdə hər hansı bir davranış problemi görürlərsə, hər hansı bir
bizim seanslar etdiyimiz müddətdə problem yaşayırlarsa, istənilən vaxt onu yazırlar və mən onların suallarını cavablandırıram və valideyn, uşaq, psixoloq üçlüyündə çox möhtəşəm nəticələr Buna əldə deyərdik edirik. üç bucaq Bəli. və uğurlu üç bucaq əgər siz də əldə etmək istəyirsinizsə və tez bir zamanda, qısa bir vaxtda uğur əldə etmək istəyirsinizsə, o zaman düzgün ünvan elə bizim bugünkü qonağımız Şəfiqə xanım Zdayevə müraciət edə bilərsiniz. Əziz valideynlər, Rəşad bəy, sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Gözəl söhbətinizə görə, gözəl təbrik musiqinizə, ifavıza görə və ümumiyyətlə belə gözəl hər zaman formada qalırsınız və biz sizə bir xanımlar olaraq baxırıq. Təbii ki, xanımlar hər zaman formadadır. Burada maşallah 3 xanımdır, təvəzzükarlıqdan uzaq olsa da, amma onu da deyəcəm. 3 xanım, üçü də gözəl formadadır. Amma bəylərin hər zaman formada qalmağı, təbii ki, bir səhnədə çox müğənnilər var. Amma yəqin ki, barmaqla sayacaq müğənnilərdən Azərbaycanın əməkdar artisti Rəşad bəy hər zaman formadadır. Mən Rəşad bəy illərcə tanıyıram, hər zaman formadasınız. Çalışıram Şəfa xanım. Elə ifaçılar deyəndə ki, ümumiyyətlə tanınmışlar götürək. Siz özünüz də efirdəsiniz, bax, doktorlarımız da burada. İstənilən halda mən bunu evladlarıma da deyirəm, Şəfiqə xanım, birdən bəlkə mənlə razılaşmazsınız və ya razılaşarsınız. Deyirəm, siz özünüz də bir nümunəsiniz. Çox da tanınmış deyilsiniz. İstənilən halda bir də görürsən, xarici səfər olur, gedirsiniz. Hardansınız? Azərbaycandan. Elə rəftar edin, elə davranın ki, bir nümunə olasınız da. İndi mən düşünürəm ki, siz də öz platformamızda bir doktor kimi, bir psixoloq kimi, bir diyetoloq, aparıcı kimi bu nümunə sərgiləyirsiniz. Ona görə sizə təbrik edirəm. Sizə də uğurlar arzulayıram. Çox şadam bu gün sizinlə həmsöhbət oldum. Yenə söyləyirəm, proqramımızın əvvəlində söylədiyim kimi, düşünürəm ki, gənc analara, elə atalara, belə də deyək, bir tövsiyə verdik, istiqamət verə bildik. Ən azından budur. Çox sağ olun. İndi ətraflı əgər maraqlanırlarsa, sosial şəbəkələrdə sizin ünvanlarınız var. Həm doktorun, həm psixoloqun müraciət edib nəticə əldə edə bilərlər. Çox sağ olun Rəşad bəy, təşəkkür ederim. Uğurlar sizədir. Çox sağ olun Təcrübə xanım, sizə dərin təşəkkürümü bildirəm. Dəyərli vaxtınızı, o imkansız vaxtdan vaxt tapıb bugün gəldiniz bura. Təşəkkür edirəm, var olasınız. Şəfiqə xanımdan sizə də xüsusi bir təşəkkürüm oldu. Çünki bugün elə geniş bu mövzuya toxunduq. Düşünürəm ki, hal-hazırda bizi izləyən bütün tamaşaçılar belə də qayna oldular və hal-hazırda bizə baxan çoxlarla, yüzlərlə, minlərlə tamaşaçılar artıq o dediyim kimi bir əlaməti gördüsə, bu dediyimiz Şəfiqə xanım dediyi əlamətlər heç olmasa biri oldusa, o zaman tələsin, tez bir zamanda bunu sadə və düzgün şəkildə, peşəkar şəkildə aradan götürün və evladınızın uğurunu bizi ilə paylaşın. Mənim əzizlərim, təəssüflər olsun ki, bugünkü verişimiz sona çatdı. Hər bazar gün saat 2-də görüşmək ümidi ilə bugün də sonda bizim əməkdar artistimiz Rəşad bəyin gözəl ifasından sağollaşırıq. Sağ olun, sağlıqla qalın. Demirəm ki, çiçək idin solmusan, yuxu olub gözlərimə dolmusan, ürəyimdə buz bağlayıb donmusan, yenə səni mən unuda bilmirəm. Ürəyimdə buz bağlayıb donmusan, yenə səni mən unuda bilmirəm. Unuda bilmirəm, unuda bilmirəm, yarım mən sənin, unuda bilmirəm, unuda bilmirəm, unuda bilmirəm, yarım mən sənin, unuda bilmirəm. Həsrətindir dağa enən duman çən, sən gəlməsən necə xoşbəxt olum mən. Dağıtmısan bu dünyamı gezmirsən, yenə səni mən unuda bilmirəm. Dağıtmısan bu dünyamı gezmirsən, yenə səni mən unuda bilmirəm. Unuda bilmirəm, unuda bilmirəm, yarım mən sənin, unuda bilmirəm, unuda bilmirəm, unuda bilmirəm, yarım mən sənin, unuda bilmirəm.
yarım mən səni unuda bilmirəm, unuda bilmirəm, unuda bilmirəm. Yarım mən səni unuda bilmirəm, unuda bilmirəm, unuda bilmirəm. Yarım mən səni unuda bilmirəm, unuda bilmirəm, unuda bilmirəm. Yarım mən səni unuda bilmirəm. Şəfalı həyat Coffee and Healthy Food'un baş sponsorluğu ilə bitdi.